Salam, hər vaxtınız xeyir olsun. Mən Şəfəq müəllimə. Bugün OTK sınağının izahına baxırıq. Təbiət, sual 26. Verilənlərdən hansının potensial enerjisi daha çoxdur? Təbii ki, əgər cisimlər, yəni müxtəlif cisimlər eyni hündürlükdədirsə, onların kütlələri fərqlidirsə, kütləsi daha çox olanın potensial enerjisi də daha çox olmuş olacaq. Yəni 10, 3, 1, 25 kiloqramlıq ayrı-ayrı cisimlər verilibsə, təbii ki, bunların içərisində 25 kiloqram kütləsi olan çantaya daha çox potensial enerjisi təsir göstərmiş olacaq. Onun potensial enerjisi daha çox olacaq. Aşağıda eyni ölçülü 3 qab verilmişdir. Birinci qab mavi, ikinci qab ağ, üçüncü qab isə qara rəngdədir. Qabların içinə dondurma qoyulmuşdur və bərabər zaman aralığında günəş işığı altında saxlanılmışdır. Buna əsasən qablardakı dondurmaların ərimə zamanını azdan çoxa doğru düzün. Biz bilirik ki, qara rəng istiliyi yaxşı udur. Yaxşı udduğuna görə də onun içərisindəki dondurma daha tez, yəni az zaman müddətində əriyəcək, daha tez ərimiş olacaq. Birinci yerdə üçüncü qab gələcək. Mavi qab qara qaba nəzərən istiliyi günəş işığına az udur, amma ağ qaba nəzərən daha çox udmuş olur. Ona görə də qara qabdan sonra artıq mavi qabdakı dondurma əriməyə başlayacaq. Ağ qab isə demək olar ki, günəş işığını əks etdirir, udmur və buna görə də ən sonda əriyən dondurmanın əridiyi qab ağ qab, yəni ikinci qab olacaq. Və qabları dondurmanın ərimə zamanına azdan çoxa doğru düzdükdə 3, 1, 2, yəni cavabımız C olacaq. Virusların törətdiyi xəstəlik seçin. Qara ləkəlilik pomidor bitkisində bakterial xəstəlik törədir. Qara ləkə qızılgül kollarında göbələk xəstəliyi törədir. Mozaika biz bilirik ki, bitkilərdə ən çox yayılmış virus xəstəliyidir. Pas xəstəliyi isə ən çox taxıllarda geniş yayılır və göbələk xəstəliyidir. Göbələklərlə bağlı verilmiş fikirlərdən hansılar doğrudur? Papaqlı göbələklərin bəzilərini qida olaraq istifadə etmək mümkündür. Bəli, uşaqlar. Papaqlı göbələklər çox xeyirlidir. Tərkibində müxtəlif cür vitamin və mikroelementlər var. Tərkibində D vitamini var və çox xeyirlidir. Təbii ki, yeni, yəni köhnəlmiş göbələk yeməmək şərti ilə yeni göbələklər istifadə etmək lazımdır. İkinci, bəzi göbələklər təbiətdə ölmüş orqanizmləri çürüdür. Biz bilirik ki, bitki və heyvan qalıqlarını təbiətdə redusentlər çürüdür. Hansı ki, bunlar bakteriyalardır, bir də göbələklərdir. Bu da doğrudur. Göbələklər öz qidalarını özləri hazırlayır. Yeganə aləmdir ki, tərkibində öz qidasını özü hazırlaya biləcək bir dənə belə nümayəndəsi yoxdur göbələklərin. Ona görə də üçüncü fikir səhvdir. Bizdən doğru olanları istədiyinə görə cavabımız 1-2-D variantı olacaq. Sürtünmə qüvvəsi ilə bağlı aşağıdakılardan hansılar doğrudur? Sürtünmə qüvvəsi cisimlərin hərəkət sürəti bu istiqamətdədirsə, onun əksinə yönəlmiş olur və sürətin azalmasına səbəb olur. Cisimlərin hərəkət sürətini artırır fikri yanlışdır. Sürətin əksinə yönələn qüvvədir. Bayaq da dediyimiz kimi, bəli. Toxunan səthlərdə meydana çıxır fikri doğrudur. Cavabımız 2-3, B variantı olacaq. İşığı qismən keçirən cismi seçin. Biz bilirik ki, pəncərə şüşəsi işığı çox yaxşı şəkildə keçirir. Günəş eynəyi qismən keçirir. Heç keçirməyən isə, məsələn, divan örtüyüdür, kitabdır, çantanın parçasıdır. Bunlar heç keçirmir. Quşlarla bağlı hansılar doğrudur? Bədənləri tüklərlə örtülmüşdür. Bu xüsusiyyət məməlilərə aiddir. Ağciyər vasitəsilə tənəffüs edirlər, doğrudur. Yumurta qoymaqla çoxalır, doğrudur. Bədən temperaturları ətraf mühit temperaturundan asılıdır fikri isə yanlışdır. Bu balıqlara, suda qurda yaşayanlara, sürünənlərə aiddir. 2-3 doğru variantımız olacaq C variantı. Eyni dinamometrlərlə P və R cisimlərə asıldıqda dinamometrlərdə göstəricilər aşağıdakı kimi olmuşdur. Verilənlərə əsasən 3-cü dinamometrin göstəricisi neçə Newton olacaq? Birincidə görürük ki, 3 dənə P var və 3 dənə P-nin ümumilikdə 24 Newtona bərabərdir. Deməli, 1 P-nin qiyməti 24 Newton böl 3, 8 Newtona bərabərdir 1 P. İkinci şəkildə görürük ki, 2 dənə R cismi bərabərdir 14 Newtona, R cismi bərabərdir 7 Newtona.
Və şəkildə də baxırıq. 8 newtonluq P cismi asılıb, 7 newtonluq R cismi asılıbdır. Bunların cəmi 15 newtona bərabər olmuş olacaq. Yəni əlavə bir Y variantı yazıram və 15 newton yazıram. İnsanın ifrazat sisteminə aid deyil. Biz bilirik ki, insanda bir cüt böyrək, bir cüt sidik axarı, tək sidik hissəsi və ondan çıxan sidik kanalından ibarətdir. Ağciyərlər isə tənəffüs orqanına aiddir, ifrazat sisteminə aid deyil. Tsunami nədir? Biz bilirik ki, tsunami zəlzələlər baş verdikdə yaranan nəhəng su dalğasıdır. Şəhərlərin və həmin sahədə olan yəni hissələrə böyük dağıntılar verir. İnsanlar su altında qalmış olur. Təbii ki, su dalğası dəniz və okeanların dibində silkələnmələr nəticəsində yaranmış iri su dalğasıdır. Aşağıdakı bitkiləri çiçəkli və çiçəksiz bitkilər olaraq qruplaşdırsaq, hansı digərindən fərqlidir? Belə deyək, baxıram ki, mamır çiçəksizdir, şam ağacı çiçəksizdir, qıcı çiçəksizdir. Bir dənə qaldı təkcə qızılgül çiçəkli bitki olaraq, ona görə də digərlərindən fərqli olacaq. Satıcı tərəzi ilə bəzi məhsulların kütləsini ölçərək nəticələri aşağıdakı kimi qeyd etmişdir. Limon 6 kiloqram, soğan 12 kiloqram, kartof 60 kiloqram. Həmin məhsulların ayda kütləsini hesablayın. Biz bilirik ki, Yerdə, Marsda, Ayda kütlə dəyişmir. Sadəcə ona təsir edən ağırlıq qüvvəsi dəyişə bilər ki, bilirik ki, Marsda, Ayda və Yerdə J sabitinin qiyməti fərqli olduğuna görə F bərabərdir mg-də F-in qiyməti dəyişə bilər. Amma kütlə heç bir yerdə, nə Marsda, nə Ayda kütlə dəyişmir. Olduğu kimi də qalacaq. Necə idisə, o şəkildə də qalmış olacaq. 38. Nömrələnmiş maddələrə aid zərrəcik modelləri aşağıda verilmişdir. Eyni zərrəcik modelinə sahib maddələrin uyğunluğunu doğru verildiyi bəndi seçin. Baxırıq rəqəmlərə 1-dən 6-ya qədər maddələr göstərilmişdir. Diqqət yetirsək baxacağıq ki, ikincidə oksigen atomları birləşib oksigen molekulunu əmələ gətiribdir. Digərində isə 3 dənə oksigen atomu birləşərək ozon molekulunu əmələ gətirmişdir. Yəni, eyni zərrəcik modelinə sahib maddələrin uyğunluğu 2 ilə 6-da uyğun gəlir. Bir də 1 ilə 3-də eyni gəlir. Sadəcə aqreqat hallarına görə 1 ilə 3 bir-birindən fərqlənir. 1 ilə 3. Yəni, cavab A variantı götürərdim. Amma belə bir Y variantı kimi bir variant olsa, əslində mən 1 ilə 5 və 2 ilə 6 olaraq cavabı düzgün götürərdim. Amma variantlarda olmadığına görə A variantı götürürəm. Niyə? Çünki 1 ilə 5-ə diqqət yetirdikdə atomların eyni olduğu göstərilir. 2 ilə 6-da da ki, oksigen atomundan təşkil olunmuşdur. 39. Diaqramda bəzi maddələr verilmişdir. Verilmiş maddələrin ortaq cəhəti aşağıdakılardan hansı ola bilər? Hava, oksigen, karbon verilmişdir. Spirt, portağal şirəsi, süd verilmişdir. Burada qaz tərkibli maddələr aqreqat halında, burada isə maye halında olan maddələr göstərilmişdir. Zərrəciklərin sıx yerləşməsi, qazda bilirik ki, sıx yerləşmir. Maye qaza nisbətən sıx yerləşir. Zərrəciklər arasında hər ikisində də doğrudan da məsafə var. Sıxıla bilməsi qaz sıxıla bilir. Maddə hallarının eyni olması fikri yanlışdır. 3-ü qaz halındadır, 3-ü maye halındadır. Aşağıdakı cədvəldə P və R bitkilərinin sahib olduğu hissələr pilus işarəsi ilə göstərilmişdir. P bitkisinin kökü var, çiçəyi var, yarpağı var. R bitkisinin kökü var, amma çiçəyi yoxdur, yarpağı var. Baxaq, P bitkisi şam ağacıdır. Biz bilirik ki, şam ağacıdır, küknar ağacıdır, onların çiçəkləri yoxdur. C variantında da həmçinin şam ağacı verildiyinə görə yanlışdır. P bitkisi çiçəkli bitki olmalıdır ki, tülpan uyğundur. P bitkisi xarı bülbül olmalıdır ki, onun da çiçəyi var. Yəni B ilə D-nin birinci tərəfi düzgündür. Elə baxdıqda görürük ki, çiçəyi yoxdur, amma kökü yarpağı var. Biz bilirik ki, qıcının da kökü yarpağı var, şam ağacında kökü yarpağı var, amma çiçəyi yoxdur. Ona görə burada cavablar B və D variantı olacaq. Bərpa olunan enerji mənbəyi. Neft, kömür, qaz bunlar bərpa olunan enerji mənbələri deyildir. Külək amma bərpa olunan enerji mənbəyinə aiddir. Saf K, L və M maddələrinin ərimə qaynama temperaturları verilmişdir. K, L və M maddələrinin 5 dərəcə Selsidəki halı hansı variantda doğru verilmişdir?
KLM-in ərimə temperaturları, qaynama temperaturları verilmişdir və 5 dərəcə Selsiyi yerləşdirirəm bura, diqqət yetirək. K-da ərimə temperaturu 10 dərəcədir, amma 5 dərəcə 10 dərəcədən aşağı temperatur olduğuna görə deməli K bərk halda olacaq. L-də -10 ilə 40 dərəcə arasında 5 dərəcə olduğuna görə, həmin aralıqda yerləşdiyinə görə maye halında olacaq. Və M maddəsi -35 ilə -5 dərəcə arasında olduğuna görə ərimə və qaynama temperaturları 5 dərəcə Selsi qaynama temperaturundan yüksək bir dərəcə olduğuna görə M maddəsi qaz halında olacaq. Deməli, müvafiq olaraq K-nın bərk, L-in maye, M-in qaz halında olduğu maddələr C variantıdır. Aşağıdakı cədvəldə bəzi heyvan qruplaşdırılarkən səhvə yol verilmişdir. Buna görə hansı nömrələrin yerini dəyişdirsək, qruplaşdırma doğru olar. Onurğasız heyvanlara bilirik ki, ilan onurğalı heyvanlara aiddir. Əqrəb doğrudur, kəpənək doğrudur, it onurğalıdır, doğrudur, dəniz ulduzu uyğun deyildir, balıq uyğundur. Deməli, 1 ilə 5 B variantının yerini dəyişsək düzgün olacaq. Birinci konsument ola bilər. Təbii ki, yalnız bitki yeyənlər birinci dərəcəli konsumentdir. Torpağın çirklənməsinə səbəb olan amil hansı bənddə verilmişdir? Sənayedə istifadə olunmuş suların su hövzələrinə axıdılması hidrosferin çirklənməsidir, yəni suyun. Nəqliyyat vasitələrinin hərəkəti atmosferin çirklənməsidir. Məişət tullantılarının yandırılması atmosferin çirklənməsidir. Süni gübrələrdən istifadə isə torpağın çirklənməsinə səbəb olan amildir. Nəfəs verdiyimiz havadakı oksigenin miqdarı neçə faizdir? Təbii ki, nəfəs aldığımızda 21, verdiyimizdə isə 16%-ə bərabərdir. Verilənlərdən hansı meşələrin qırılmasının nəticəsidir? Ağacdan taxta və kağız məhsullarının hazırlanması nəticəsi deyildir. Əkinçilik üçün əlavə sahələrə ehtiyacın yaranması nəticəsi deyildir. Səbəbdir. A variantı da səbəbdir. Şəhər ərazisinin genişlənməsi və binaların tikilməsi də meşələrin qırılmasına olan səbəbdir. Torpaq sürüşməsinin artması isə meşələri insanlar qırdıqca nəticədə ağacların kökləri olmadığına görə torpağı sıx şəklində saxlaya bilmir və torpaq sürüşmələri get-gedə artmış olacaq. 48. 6 və 7 bal gücündə zəlzələ baş verdikdə aşağıdakılardan hansı baş verə bilər? 6-7 bal gücündə zəlzələ olduqda təbii ki, binalarda çatılar əmələ gəlir. Amma 7-9 bal olduqda binalar çökür, torpaq sürüşməsi baş verir. 9 baldan yuxarı olduqda isə ölüm halları daha kütləvi olur. Qida maddəsində nişastanın olub-olmadığını təyin etmək üçün verilənlərdən hansını istifadə etmək olar? Təbii ki, yod məhlulu ilə istifadə edirik və əgər tərkibində nişasta varsa, tünd göy rəngə boyanmış olur. Aşağıda iki fərqli maddənin zərrəcik modeli göstərilmişdir. Bu maddələrlə bağlı verilənlərdən hansı doğrudur? Birinci maddə eyni növ atomlardan yaranmışdır. Fikri yanlışdır. Çünki ən azından şəkildə görürük ki, rənglər arasında fərqlilik var, atomlar fərqlidir. Birinci maddənin formulunu yazmaq mümkündür, doğrudur. İkinci maddə birləşmədir, xeyr, ayrı-ayrı belə deyək də, yəni eyni növ atomlardan əmələ gəlmiş elementdir, bu yanlışdır. Hər iki maddə birləşmədir, fikri yanlışdır. Birinci maddə birləşmədir, ikinci maddə isə birləşmə deyil, bəsit bir maddədir.